Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Kurban bayramınız mübarek olsun. Kurban bayramının mahiyyətini, misyasını aşılayacaq qısa bir video ile sizi təbrik etmək istəyirik. Kurban bayramının həqiqi mahiyyəti yalnız kurban kəsməkdən ibarət deyil. Əsl kurban İbrahim ve İmam Hüseyin tək ve onların fədakar arzuları tək özünü, nəfsi istəklərini qurban verməyi bacarmaqdır. Digər ifadə ilə məcazi olaraq Kərbala adlı qurbangahda özünü, nəfsini və əzizlərini qurban verməyi bacarmaqdır. Qurban bir məktəbdir. Şəxsiyyətini, mənliyini, mənfəətini və nəfsini haqq yolunda, azadlıq yolunda, insanlıq yolunda qurban verməyi bacarmaqdır. Bu mənəvi qurbanlıq anlayışı yalnız fərdi səviyyədə deyil, ictimai səviyyədə də özünü göstərməlidir. Qurbanlığın fəlsəfələrindən biri, bəlkə əsas fəlsəfələrindən biri də ictimaiyyətdəki, cəmiyyətdəki yaranmış məhrumiyyətlər, yoxsulluq və ehtiyaclıqla mübarizə aparmaq, mövcud imkanlarla o boşluqları doldurmaqdır. Bəs həqiqi qurban gününü qeyd edən kəs o şəxsdir ki, ilahi və onların və Allahın yeryüzündə höccəti olan İbrahim və Hüseyin İbni Əli tək düşüncəyə sahib olmaq və haqq yolunda, insanlıq yolunda, cəmiyyətin üzləşdiyi böhranların aradan qaldırılması yolunda fədakarlıq nümayiş etdirməkdir. Bu istiqamətdə səy və təlaş göstərən hər kəsə uca Allahdan müvəffəqiyyətlər diləyir və eyni zamanda özümüzə də bu istiqamətdə Allaha xatir, ixlasla fədakarlıq göstərərək xidmət göstərməyi təmanna edirik, uca Allahdan diləyirik. Və sonda İbrahim əleyhissalama, İmam Hüseyin əleyhissalama və onların fədakarlar kərvanına qoşulmaq ümidi ilə Qurban bayramınız mübarək olsun deyirik. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuh.